Serbiya Belgradda baş vermiş bir hadisə haqqında məlumat verəcəm. Deməli, tanışlarımdan biri zəncirləmə qəzaya düşür. Çox şükür heç kəsə heç nə olmayıb. Sadəcə maşınlar kiçik xəsarətlər alıb. Hadisə necə baş verir? Təcil yardım maşını, bu arada piyada keçidi uzaqdadır deyə yenə Azərbaycanlı sayağı yol hərəkət qaydalarını pozuram. Deməli, təcil yardım maşını maşınların önünə ani şəkildə, sürətli şəkildə çıxıb və ən öndəki maşın əyləci basıb, sonraki maşınlar da ard-arda bir-biri ilə toqquşub və hadisə yerində hadisəni müşahidə edən yol polisi sadəcə olaraq təcil yardım maşınını saxlayıb. Yəni digər 5 maşını sorğulamayıb, sürücülərinə heç bir şey deməyib. Sadəcə hadisəyə səbəbiyyət verən, səbəb olan təcil yardım maşını ilə maraqlanıb onu saxlayıb. Yəni digər maşınlara da şöbəyə getməliyik və s. kimi hadisələr baş verməyib. Və sürücülər də düşüb, hər kəs öz maşındakı xəsarətlərə baxıb, sonra yoluna davam edib. Həqiqətən çox təqdirə layiq bir hadisədir.